idarə edib Ramil Diniyev. Bu barədə indi reportaj haqqında məlumat verəcəm və budur, Ramil Diniyevin startı ilə maç başlandı. Hər iki komandaya uğurlar arzu edirik. Neftçi meydanın mərkəzindən topu oyuna daxil etdi və maç başlandı. Denis Silva Cruz burada topa yetişə bilmədi Braziliyalı. Və indi Rəhman Hacıyevla Neftçinin hücumu davam edir. Cərmə meydançasında ötürmə edildi. Qapıya zərbə, Kamran Ağayev düz qapı xəttinin üzərində bu topu tutur. Nəzarətsiz saxlamışdılar Mir Abdullanı, burada Keşlə komandasının müdafiəçiləri. Amma Kamran Ağayev illərin təcrübəsi burada komandasını xilas edə bildi. Çox düzgün bir mövqe seçdi və beləcə bu topu tuta bildi Ağayev. Keşlə komandasına futbolçulara etiraz edirdilər. Amma mənə də elə gəldi ki, həmin vəziyyətdə sırf olaraq oyun epizodu idi. İndi Erera aldadıcı hərəkətlər Çillidən, cərmə meydançasındadır o. Slavik Alxasov topa yetişir, amma bunu bacarsa da topu qapı xəttindən çıxmasına mane ola bilmir. Burada isə Ignacio Herrera əllə oyuna işarə edir. İndi epizodun təkrarını biz izləyirik. Qayda pozulmayıb Rəhman Hacıyeva qarşı. İndi Keşlə əks hücumda rəqibini yaxalaya bilər. Pərdiz Fərcad Azad Sezar Mezakoli'dən topu aldı. Çami ilə oynadı. Çami qapıya zərbə endirir. Rəşad Əzizli topu tutur. Oyunu davam etmək lazımdır. Bizə isə bir qədər əvvəl Çaminin həmin o zərbəsini göstərirlər. Çox yaxşı bir zərbə indirilmişdi. Və söz yox ki, haqlı şəkildə hakim tərəfindən o cəzalandırıldı. Cərmə zərbəsi, Neftçi çox böyük qüvvəli hücum atılıb, qapıya zərbə indirilir. Rəhman Hacıyev idi bu zərbəni yerinə yetirən futbolçu. Top Kamran Xasova. Yeri gəlmişkən, bugün biz Pablo Podianı ehtiyatda görürük. Qırtımovla oynayır, sağ cinahda Qırtımov topu qəbul etdi. Yenidən Mahmudov. Rəhman Hacıyev cərmə meydançasında topu qəbul etdi. Yerində fırlanıb zərbə indirmək istəyirdi. Emin Mahmudov da yıxılır, amma bütün bunları hakim oyun epizodları kimi dəyərləndirir. Herrera. Herrera'nın cərmə meydançasında ötürməsi, qapıya zərbə indirildi. Hesab açılır, mükəmməl bir gol gəlir. Və bu topun müəllifi Namiq Ələsgərov olur. O komanda qazanır ki, hansı ki oyun ərzində daha az səhvə yol verir. Keşlə hücumdadır. Üçüncü zərbəsi yerinə yetirildi. Hesab bərabərləşdi dərhal. Dərhal qola cavab verir Keşlə. Məhsuldar ötürmə Sezar Mezakoli'nin ayağına yazılır. Skarla Taki burada hamıdan ündürə tullanır və topu qapıdan keçirir. Çox gözəl paslaşmalar, maraqlı bir kombinasiya qurulur Neftçi futbolçuları tərəfindən. Qapıya zərbə ilə bitəcəkmi bu kombinasiya? Bitməsə də, yox, bu penalti deyil. Bu penalti deyil. Emin Mahmudov başını tutub. Ramil Diniyev sarı vərəqə göstərir Neftçinin yarım müdafiəçisinə. Simulyasiyaya görə penalti olmayıb. Yəni Neftçi bu mövsümdə penalti vurmayıb. Amma komandanın qapısında 4 penalti vurulub. Bir daha izləyirik. Emin Mahmudov cərmə meydançasındadır. Fərcadı biz görə bilirik. Mahmudov yerli ötürməsi dəqiq alınmadı, amma burada fikir verin, anlaşılmazlıq Keşlə komandasının oyuncuları tərəfindən cərmə meydançasında ötürmə edilir. Qapıya zərbə. Qayda pozulmamışdı burada və Kamran Ağayev bu topu qaytarır. Bilməz sadəcə xüsusi sprey üçün əlini cibinə atır hakim. Biz isə baxırıq burada Namiq Ələsgərovun zərbəsi və Kamran Ağayevin qutarışı. Miradullah Abbasovu tapmağa çalışdı. Miradullah Abbasov bir qədər kölgədə qalıb, fikir versinizsə. Erera'dan gözəl hərəkətlər, qapıya zərbə indirilir. Kamran Ağayev topu qaytarır. Yaxın küncə gedən topu Kamran Ağayev qaytarmağa nail oldu. Erera rəqibin 3 futbolçunun əhatəsində olmasına baxmayaraq, bax bu çətin vəziyyətdən qapıya zərbə indirir Çilili. Rəhman Hacıyev topu ələ keçirir. Miradullah Abbasov çox uğursuz bir şəkildə topu qarşı istiqamətdə buraxdı. Amma Namiq Ələsgərov qaydan topu ələ keçirir. Namiqdən gözəl ötürmə Rəhman Hacıyeva zərbə indirilir. Kamran Ağayev inanılmaz bir tərzdə bu topu qaytarır. Bu ötürməsini qeyd etməliyik və Rəhman Hacıyevin də zərbəsi
pasiyası əslində pis alınmadı. Küncdən zərbə indirilir, Neftçinin hücumu davam edir. Denis Silva Cruz'un ayaqları altından top qayıdır, qapıya zərbə olacaqmı? Və Herrera topu qapıdan geçirir, nə itti Herrera? İnanılmaz bir qərar, heç kim gözləmirdi. Hamı düşünürdü ki, dərhal zərbə indirəcəm, amma yox. Keşlə müdafiəsində üst-üstə bir neçə səhv və yekunda Neftçi hesabı 2-1 edir. Bax, burada fikir verin, müdafiəçi nə cür belə topa gedər, heç təsəvvür belə edə bilmirəm. Sonradansa Ignacio Herrera həm onu, həm də Slavik Alxasovu aldadır. Ruslan Abışovun, bəli, sağ ayağı onun sevimli ayağı deyil. Burada Herrera həm Slavik Alxasovu, həm Denis Silva Cruz'u, həm də yanında olan Skarlatakini çıxılmaz bir vəziyyətə salır, topu qapıdan keçirir və təbii ki, standart vəziyyətləri məhz o yerinə yetirir Keşlənin heyətində. Ötürmə edilir, cərimə meydançasında qapıya zərbə indirildi. 2-2, yenidən Keşlə. Sezar Mezakolinin ötürməsi və fikir verin burada. Bəli, Pərdiz Fərcad Azad Keşlənin yeganə hücumçusu bu oyunda fərqlənir. Qarşılaşmanın 57-ci dəqiqəsində Cabir Əmirlidən, yox, bu Sezar Mizakoli idi, ondan gözəl daban ötürməsi Çami istiqamətində. Çami qapıya zərbə indirir, Kamerunlu. Top çox az fərqlə. Herrera sürət yığır, qarşısında Slavik Alxasov var. Herrera sol cinahı hücumun səmtini dəyişir, Francisco Garcia topu qəbul etdi. Cərimə meydançasında da Paragvaylı ötürməsini edir, qapıya zərbə olacaqmı? Yox, bu dəfə alınmadı. Ünvansız bir şəkildə vurur Derlis Mezakoli. Abışov, görün haradadır Ruslan Abışov. Anton Krimatsuk, Namiq Ələsgərov, Francisco Garcia, yaxşı bir ötürmələr, qısa ötürmələr, rəqimin müdafiəsini çaş-baş salır, ötürmə edilir, cərimə meydançasında Lucas Gomez qapıya zərbə, 3-2, Neftçi istəyinə nail olur və bu qolu kapitan Ruslan Abışov vurur. Kapitan öz sözünü bu dəfə də Keşlə ilə maçda deyir, çünki mövsümün ilk yarısında Bahçeli'de geçilen oyunda 3-1 hesabıyla galip gelen Neftçinin kollarından birini məhz Ruslan Abışov vurmuştu. Cəmi 4 dəqiqə qaldı. Garcia'nın və Lucas Gomez'in oyuna daxil olması öz nəticəsini verir. Ötürmə və Ruslan Abışov topu qapıdan keçirir. Bir daha müxtəlif rakuslardan izləyək. İndi təbii ki, suallar yaranacaq. Offside var idi mi burada? Yox idi mi? Slavik Alxasovdan aralanır və sol ayağıyla, sevimli ayağıyla Ruslan Abışov topu qapıdan keçirir. Neftçi 3, Keşlə 2.